Salam, mən Daşqın Adgözalov. Bu gün sizə idarəetmə uçotu fənnindən istehsalın uçotu haqqında məlumat verməyə çalışacağam. Planımız 4 sualdan ibarətdir. İlk öncə ümumi müddəalar, müstəqim xərclərin uçotu, qeyri-müstəqim xərclər və istehsal məsrəflərinin icmal uçotu haqqında məlumat verəcəm. İstehsalın uçotu müəssisədə məhsul istehsalı ilə bağlı bütün xərclərin, material ehtiyatlarının, əmək haqqlarının, xidmətlərin və texniki proseslərin maliyyə və idarəetmə baxımından uçotunu və təhlilini təmin edən kompleks bir sistemdir. Bu uçot forması istehsal prosesinin hər bir mərhələsində yaranan iqtisadi göstəriciləri əhatə edir və müəssisənin düzgün idarə olunması üçün zəruri informasiya mənbəyi hesab olunur. İstehsalın uçotunun məqsədi yalnız xərclərin qeydə alınması deyil, eyni zamanda bu xərclərin mənbəyini, məzmununu, təyinatını və istehsal nəticələrinə təsirini araşdırmaqdır. Bu uçot məhsulun maye dəyərinin formalaşması üçün vacib rol oynayır və müəssisənin maliyyə vəziyyətinin düzgün təhlilinə, qiymətlərin müəyyən olunmasına, səmərəliliyin artmasına şərait yaradır. İstehsalın uçotu zamanı bir sıra məlumatlar toplanılır. Hansı xammal istifadə olunub, neçə iş saatı sərf edilib, hansı istehsal avadanlıqları işlədilib, nə qədər enerji sərf edilib, hansı yardımcı, köməkçi xidmətlər cəlb olunub və bu xidmətlərə nə qədər xərc çəkilib. Bu məlumatlar sonradan təhlil edilir və onların əsasında məhsulun konkret maye dəyəri hesablanır. Eyni zamanda bu uçot göstəriciləri gələcək istehsal planlarının qurulması, istehsalın optimallaşdırılması və itkilərin azaldılması üçün istifadə olunur. İstehsalın uçotu müəssisədə həm mühasibat uçotu, həm də idarəetmə uçotu sisteminin əsas dayaqlarından biridir. Mühasibat uçotu çərçivəsində istehsalın faktiki xərcləri qeydə alınır və maliyyə hesabatlarında əks etdirilir. İdarəetmə uçotu çərçivəsində bu xərclərin strukturu, səmərəliliyi və istehsal göstəricilərinə təsiri təhlil olunur və gələcək qərarlar üçün əsas baza rolunu oynayır. Eyni zamanda istehsalın uçotu müəssisənin vergi öhdəliklərinin və mənfəətinin dəqiq hesablanmasına imkan yaradır. Xüsusilə vergi qoyma məqsədi ilə istifadə olunan bəzi məlumatlar məhz bu uçot vasitəsilə formalaşır. Əgər uçot düzgün aparılmazsa, müəssisə zərərə düşə bilər və ya qeyri-dəqiq maliyyə nəticələri ilə qarşılaşa bilər. Məsrəflərin uçotunun əsas vəzifələri müəssisənin maliyyə və idarəetmə fəaliyyətinin düzgün planlaşdırılması, idarə olunması və nəzarəti üçün vacibdir. Bu vəzifələr aşağıdakılardır. Birinci, məsrəflərin düzgün və vaxtında qeydiyyatı. Müəssisənin bütün istehsal və qeyri-istehsal məsrəflərinin tam və dəqiq şəkildə sənədləşdirilməsi, maliyyə və vergi orqanlarına təqdim olunacaq hesabatlar üçün əsas məlumatların hazırlanması bu vəzifəyə daxildir. İkinci, istehsalın maye dəyərinin hesablanması. Məhsul, iş və xidmətlərin faktiki maye dəyərinin müəyyən edilməsi, hər bir məhsul vahidinə düşən xərclərin təhlili və qiymətləndirilməsi bu vəzifəyə aiddir. Üçüncüsü, məsrəflərin təsnifatı və qruplaşdırılması. Məsrəflərin növlərinə görə, yəni birbaşa, dolayı, dəyişən və ya sabit olmasına görə ayrılması, xərclərin idarə olunması və analiz üçün uyğun strukturda təqdim edilməsi. Dördüncü, idarəetmə qərarları üçün informasiya təminatı. İstehsalat, satış və maliyyə qərarlarının qəbulunda əsaslı uçot məlumatlarının verilməsi. Rentabellik, məhsuldarlıq və səmərəlilik göstəricilərinin hesablanmasına imkan verilməsi. Beşinci, normativlərlə müqayisə və kənarlaşmaların təhlili. Faktiki məsrəflərlə planlaşdırılmış məsrəflərin müqayisəsi, kənarlaşmaların səbəblərinin araşdırılması və düzəldici tədbirlərin görülməsi. Altıncı, istehsalın və ümumi fəaliyyətin səmərəliliyinə nəzarət. Resurslardan səmərəli istifadəyə nəzarət,
İsrafçılığın qarşısının alınması və qənaət imkanlarının müəyyən edilməsi. 7-ci, hesabatların hazırlanması. Daxili və xarici istifadəçilər üçün məsrəf hesabatlarının aylıq, rüblük və illik olaraq tərtibi. İdarəetmə uçotu və maliyyə uçotu üzrə məsrəf məlumatlarının inteqrasiyası. 8-ci, büdcələşmə prosesinə dəstək. Gələcək dövrlər üçün büdcə tərtibinə əsas verən məsrəf proqnozlarının hazırlanması. Büdcə ilə real məsrəflərin müqayisəsi və analiz edilməsi. 9-cu, qiymət qoyma siyasətinə dəstək verilməsi. Məhsul və xidmətlərin satış qiymətlərinin müəyyən edilməsində maya dəyərinin nəzərə alınması, rəqabətə davamlı və gəlirli qiymət strategiyasının qurulmasına köməklik göstərilməsi. Müstəqim məsrəflərin uçotu məhsul istehsalında və ya xidmətin göstərilməsində birbaşa istifadə olunan xərclərin qeydiyyatını və idarə olunmasını əhatə edir. Bu məsrəflər məhsul və ya xidmətlə birbaşa əlaqəlidir və onları asanlıqla həmin məhsula aid etmək mümkündür. Yəni bu xərclər konkret hansı məhsulun və ya xidmətin hazırlanmasına sərf edildiyi aydın şəkildə görünür. Məsələn, mebel istehsalında istifadə olunan taxta, dəmir materialları və ya bu işlə məşğul olan ustanın əmək haqqısı birbaşa həmin məhsulla bağlı olduğuna görə müstəqim məsrəf sayılır. Müstəqim məsrəflərin uçotunun məqsədi müəssisədə istehsal olunan hər bir məhsulun maya dəyərinin dəqiq hesablamaq və məhsul başına düşən xərcləri müəyyən etməkdir. Bu məlumatlar əsasında müəssisə məhsulun qiymətini müəyyən edir, gəlirliliyi təhlil edir və xərcləri daha səmərəli şəkildə idarə edir. Bu uçot növündə məsrəflər konkret məhsul və ya sifariş üzrə toplanır. Məsələn, fərdi tikilən bir geyim dəsti üçün istifadə olunan parça, sap, bütün bu xərclər son məhsulun maya dəyərinə birbaşa daxil edilir. Hər bir xərcin hansı məhsula aid olduğu açıq şəkildə bilindiyinə görə uçot aparmaq da nisbətən sadə və şəffaf olur. Müstəqim məsrəflərin düzgün uçotu müəssisəyə məhsulun maya dəyərini dəqiq hesablamaqla yanaşı, artıq və lazımsız xərcləri də aşkar etməyə imkan verir. Bu isə gələcəkdə məhsulun maya dəyərinin daha səmərəli və qənaətlə istehsalına şərait yaradır. Uçot zamanı müəssisə həm faktiki, həm də planlaşdırılmış məsrəfləri nəzərə alaraq müqayisəli analizlər aparar və bu əsasda idarəetmə qərarları verə bilər. Müstəqim məsrəflərin uçotunun əsas vəzifələri vardır ki, bunlar aşağıdakılardır. Birinci, məhsulun maya dəyərinin dəqiq hesablanması. Yəni, müstəqim məsrəflər məhsul vahidlərini birbaşa paylanır və bu maya dəyərinin düzgün müəyyən olunmasına imkan verir. İkinci, istehsal prosesinin planlaşdırılması və nəzarəti. Əsas məsrəf mənbələrinin təhlili və səmərəli idarə olunması hesab olunur. Qiymət qoyma üçün əsas məlumatların təmin olunması, məhsul və xidmətlərə düzgün qiymət qoyulması üçün dəqiq məsrəf məlumatları vacibdir. 4-cü, normativlərlə faktiki məsrəflərin müqayisəsi, kənarlaşmaların müəyyən olunması və səbəblərin təhlili. 5-ci, məhsul çeşidlərinin rentabelliyinin təhlili. Hər məhsul növü üzrə müstəqim məsrəflər ayrı-ayrılıqda izlənərək gəlirlilik analizi aparılır. Uçot metodlarına gəldikdə isə müstəqim məsrəflər sifarişli metod, prosesli metod və normativ metod əsasında uçota alınır. Sifarişli metod konkret sifariş üzrə məsrəflərin toplanılmasıdır. Burada əsasən unikal məhsullar ön plandadır. Kütləvi istehsal zamanı mərhələ üzrə məsrəflərin hesablanması prosesli metod vasitəsilə həyata keçirilir. Normativ metodda isə əvvəlcədən müəyyən olunmuş normativlərə əsaslanan uçot öz əksini tapır. Normativ metoddan istifadə məsrəflərin uçotda xərclərin əvvəlcədən müəyyən edilmiş normativlər əsasında planlaşdırılması, qeydiyyatı və təhlili üsuludur. Bu metod istehsalat prosesində səmərəliliyin artırılması, israfçılığın qarşısının alınması və kənarlaşmaların təhlili üçün geniş istifadə olunur. Normativ metodda müəssisə əvvəlcədən material sərfi, əmək haqqı, əmək vaxtı, texniki resurslardan istifadə
və digər məsrəflər üzrə normalar müəyyən edilir. Sonra isə faktiki məsrəflər bu normativlərlə müqayisə edilir və fərqlər təhlil olunur. Bu metodun əsas xüsusiyyəti ondan ibarətdir ki, müəssisədə bütün məsrəflər əvvəlcədən planlaşdırılır. Faktiki göstəricilər isə həmin planlarla müqayisə olunur. Əgər məsrəflər normadan çox və ya az olarsa, səbəbləri araşdırılır. Tutaq ki, bir məhsulun hazırlanması üçün nəzərdə tutulan parça miqdarı 2 metr olarsa və faktiki 2,5 metr sərf olunubsa, bu 0,5 metrlik artıq xərclənmədir və səbəbi araşdırılır. Normativ metodun tətbiqi müəssisəyə aşağıdakı üstünlükləri verir. 1. İstehsal prosesinə nəzarəti gücləndirir. 2. Məsrəflərin planlaşdırılmasını asanlaşdırır. 3. Əlavə və lazımsız xərclərin qarşısını almağa kömək edir. 4. Kənarlaşmaların səbəbləri vaxtında aşkarlanmağa imkan verir. 6. İstehsalın səmərəliliyini artırmaq üçün rəhbərliyə qərar vermədə yardım edir. Bu metod xüsusilə sabit və təkrarlanan istehsal proseslərində, yəni kütləvi və standart məhsulların istehsalında çox faydalıdır. Normativ metod həmçinin idarəetmə uçotunun əsas hissəsi sayılır və müasir müəssisələrdə geniş tətbiq olunur. Qeyri-müstəqim xərclər istehsal olunan məhsul, göstərilən xidmət və ya yerinə yetirilən işlə birbaşa əlaqəsi olmayan, lakin istehsal prosesini dəstəkləyən və ümumi fəaliyyətin ayrılmaz hissəsi olan məsrəflərdir. Bu xərclərin konkret bir məhsula və yaxud bir xidmətə aid etmək çətindir. Ona görə də onlar adətən müəyyən bölgə əsasında məhsullar arasında paylanılır. Qeyri-müstəqim xərclərin əsas xüsusiyyətləri birbaşa deyil, dolayı xərclərdir. Yəni məhsulun üzərində birbaşa tətbiq olunmur. İkinci, bir neçə məhsula eyni zamanda xidmət edir. Ona görə də bir məhsula aid etmək üçün bölgü meyarları tələb olunur. 3. İstehsalın ümumi funksiyalarını əhatə edir. Məsələn, sexin elektrik enerjisi, sex ustasının maaşı, texniki qulluq və s. Qeyri-müstəqim məsrəflər sabit və dəyişən ola bilər. Məsələn, icarə sabitdir, elektrik isə dəyişə bilər. Qeyri-müstəqim məsrəflərə nümunələr göstərsək, tutaq ki, istehsal binasının işıq, su, qaz, istilik kimi kommunal xərcləri, istehsal rəhbərlərinin əmək haqqısı, avadanlığın təmiri və texniki baxışı, amortizasiya xərcləri, istehsalat ehtiyacları üçün istifadə olunan dolayısı alət və ləvazimatlar, istehsalatla əlaqəli inzibati idarəetmə xərcləri və s. Qeyri-müstəqim xərclərin uçotunun məqsədi. Məqsəd bu xərcləri düzgün qeydiyyata almaq və əhatəli şəkildə məhsullara bölməkdir. Bunun üçün müxtəlif bölgü əsasları seçilir. Məsələn, əmək saatına görə, birbaşa əmək haqqına görə, istehsal sahəsinə görə, istehsal gücünə və yaxud maşın saatına görə. Bu əsaslarla qeyri-müstəqim məsrəflər məhsulun maya dəyərinə daxil edilir. Qeyri-müstəqim məsrəflərin düzgün uçotunun əhəmiyyətinə gəldikdə isə maya dəyərinin düzgün hesablanmasına imkan verir. Əgər qeyri-müstəqim məsrəflər səhv və ya ədalətsiz bölgü ilə aparılarsa, məhsulun maya dəyəri təhrif olunmuş olunur. Yəni, məhsulun maya dəyəri səhv hesablanır. Qiymət qoyma qərarlarının düzgün verilməsi üçün əsas yaradır. Yalnız birbaşa deyil, dolayı məsrəflər də məhsulun qiymətinə təsir edir. İstehsalat səmərəliliyinin artırılmasına şərait yaradır. Bu xərclər analiz edildikdə israfçılıq, artıq resurs istifadəsi və digər problemlər üzə çıxır. Qeyri-müstəqim məsrəflər məhsulun içində görünməyən, amma onun yaranması üçün vacib olan xərclərdir. Bu məsrəflər birbaşa məhsulun üzərində işləyənlərə və ya istifadə olunan əsas materiallara aid deyil, lakin istehsalın baş verməsi üçün mütləq lazımdır. Onlar olmadan istehsal prosesi mümkün olmazdı. Qeyri-məhsuldar xərclər müəssisənin istehsal və ya xidmət fəaliyyəti zamanı məhsulun maya dəyərinə birbaşa təsir etməyən, lakin səmərəsiz və ya lazımsız şəkildə çəkilmiş xərclərdir.
Bu cür xərclər adətən israf, texniki nasazlıq, idarəetmə səhvləri və ya təşkilati problemlər nəticəsində yaranır və müəssisənin gəlirliyinə mənfi təsir göstərir. Qeyri-məhsuldar məsrəflər müəssisənin məhsul və ya xidmət istehsalında effektivlikdən uzaq olduğunu göstərən bir göstəricidir. Bu xərclər məhsul istehsalına töhfə vermir, lakin ümumi fəaliyyətin maliyyə nəticələrini zəiflədir. Qeyri-məhsuldar xərclərə aid olanlar: birinci, istehsalat zamanı bərbad olmuş və ya keyfiyyətsiz çıxmış məhsullar üçün sərf edilən material və əmək xərcləri. İkinci, texniki nasazlıqlar nəticəsində yaranmış və fəaliyyətini dayandırılmış avadanlıqların səbəb olduğu vaxt və enerji itkiləri. İş vaxtının itirilməsi, məsələn, işçilərin gözləmə vaxtı və qeyri-səmərəli iş bölgüsü, zayi məhsullar və onların təmiri üçün çəkilən əlavə xərclər, nəqliyyatın ləngiməsi və ya məhsulun gecikməsi nəticəsində ödənilən cərimələr, lazımsız ehtiyatların saxlanılması, nəticədə onların köhnəlilməsi və istifadəyə yararsız hala gəlməsi, səhv sifarişlər və yanlış qərarlar nəticəsində alınan və ya istifadə edilməyən mallar. Qeyri-məhsuldar məsrəflərin yaranması zamanı aşağıdakılar baş verir. Belə ki, maya dəyəri süni şəkildə artırılır, məhsuldarlıq və səmərəlilik aşağı düşür, rəqabət qabiliyyəti zəifləyir, müəssisənin maliyyə vəziyyəti pisləşir, gəlirin azalması və rentabelliyin düşməsinə gətirib çıxarır. Qeyri-məhsuldar xərclərin qarşısını almaq üçün istehsal prosesi optimallaşdırılmalıdır, işçi heyətinin təlimi və motivasiyası gücləndirilməlidir, texniki avadanlıqların vaxtında baxışı həyata keçirilməlidir, dəqiq planlaşdırma və resursların səmərəli bölgüsü həyata keçirilməlidir, keyfiyyətə nəzarət gücləndirilməlidir, hesabatlılığın və məsuliyyətliyin artırılması nəzərə alınmalıdır. Qeyri-məhsuldar məsrəflər boşuna çəkilmiş xərclərdir. Bu xərclər məhsul yaratmır, amma müəssisənin cibindən pul çıxır, belə desək. Onlar nə qədər az olarsa, müəssisə o qədər sağlam və daha rəqabətli şəkildə fəaliyyət göstərər. İcmal uçotun tərkib hissəsinə gəldikdə isə, icmal uçotun tərkib hissəsi müəssisədə müxtəlif sahələr üzrə aparılan uçot məlumatlarının ümumiləşdirilərək sistemləşdirildiyi və yekun maliyyə göstəricilərinə çevrildiyi uçot formasıdır. Bu uçot növü əsasən maliyyə uçotu ilə əlaqəlidir və müəssisənin ümumi maliyyə vəziyyəti, fəaliyyət nəticələri və maliyyə axınlarını özündə əks etdirir. Uçotun tərkib hissələri istehsal məsrəfləri uçotunun variantları, məhsul buraxılışının uçotu, məsrəflərin uçot obyektləri, istehsal məsrəflərinin sintetik və analitik uçotu, istehsal məsrəflərinin icmal uçotu cədvəli, məsrəflərin uçotunun baş verdiyi yerlər üzrə təşkilinin bəzi məsələləri, məsrəflərin uçotunun kalkulyasiya ilə qarşılıqlı əlaqəsi. Burada əsas uçot registrləri mühasibat məlumatlarının ümumiləşdirildiyi əsas hesablardır. Bura baş kitab və onun əlaqəli yardımcı jurnallar daxildir. Hesablar üzrə dövriyyələr və qalıqlar özünü göstərir. Məcmui göstəricilərə gəldikdə isə tək əməliyyatlar deyil, onların nəticəsində formalaşan ümumi göstəricilər icmal uçotda əks olunur. Məsələn, satışların ümumi həcmi, xərclərin cəmi, əsas vəsaitlər üzrə amortizasiya məbləği icmal uçotun tərkib hissəsinə aiddir. Müxtəlif hesablar üzrə olan məlumatlar sistemləşdirilərək qruplar halında təqdim olunur. Məsələn, aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər ayrı-ayrılıqda qruplaşdırılır. İcmal uçotun digər tərkib hissəsi isə maliyyə hesabatlarının əsaslarıdır. İcmal uçot maliyyə hesabatlarının, yəni maliyyə hesabatları dedikdə burada mənfəət və zərər, balans hesabatı, pul vəsaitlərin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabatı nəzərdə tuturuq. Bu hesabatların hazırlanmasında baza rolunu oynayır. Hesabatlar məhz bu sistemləşdirilmiş və ümumiləşdirilmiş uçot məlumatları əsasında hazırlanır.
İlkin və analitik uçotla əlaqəsinə gəldikdə isə icmal uçot ilkin sənədlərdən və analitik uçotdan gələn məlumatları ilk öncə ümumiləşdirir. Məsələn, əmək haqqı uçotu, material uçotu və digər analitik göstəricilər burada yekunlaşır. Dövlət və rəhbərlik üçün hesabatlılıq əsası da icmal uçotun tərkib hissəsidir. Dövlət qurumlarına təqdim olunan maliyyə hesabatları, vergi bəyannamələri və daxili idarəetmə üçün statistik məlumatlar bu uçot əsasında formalaşır. İcmal uçot müəssisədə müxtəlif sahələr üzrə toplanmış uçot məlumatlarının cəmləndiyi, qruplaşdırıldığı və yekun maliyyə nəticələrinin çıxdığı mərhələdir. Bu mərhələ mühasibat uçotunun əsasını təşkil edir və müəssisənin maliyyə durumunu aydın şəkildə göstərir. Məsrəflərin uçotunun kalkulyasiya ilə əlaqəsi isə müəssisənin istehsal etdiyi məhsulun və ya göstərdiyi xidmətin maliyyə dəyərini hesablamaq məqsədi ilə məsrəf məlumatlarından istifadə etməsinə əsaslanır. Müəssisədə bütün xərclər əvvəlcə uçotda qeyd olunur, materiallar, əmək haqqı, enerji, amortizasiya və s. Bu xərclər düzgün şəkildə toplanıb təsnifləşdirildikdən sonra kalkulyasiya üçün əsas kimi çıxış edir. Yəni, məsrəflərin uçotu olmadan məhsulun maliyyə dəyərini müəyyənləşdirmək, qiymət qoymaq, gəliri hesablamaq mümkün olmaz. Məsrəflər uçotda yığıldıqdan sonra bu məlumatlar əsasında məhsulun bir vahidinə düşən xərclər müəyyən olunur. Buraya həm birbaşa məsrəflər, həm də dolayı məsrəflər aid edilir. Nəticədə məhsulun tam maliyyə dəyəri ortaya çıxır. Bu maliyyə dəyəri isə həm qiymət qoyma siyasəti üçün, həm də maliyyə hesabatları üçün olduqca vacib hesab olunur. Bugünkü mövzumuz bu qədər. Sağ olun.